Salam, mənim düşərgə yoldaşlarım, dostlarım, tanışlarım. Bildiyiniz kimi mən məlumat vermişdim ki, mən hal-hazırda Sabunçu xəstəxanasında yatıram. Deməli, ayın 28-i çox müsibətdən sonra məni qəbul eləmişdilər. Qarnımda olan yanğı ilə. Çünki son bir həftə idi, 10 gün idi, mən heç nə yeyə bilmirdim, yediyimi qaytarırdım, dərmanları ac qarnına içirdim. Ac qarnına, hansı ki o dərmanların içilməsi qeyri-mümkündür. Ac qarnına mən varfarin, heparin qəbul edirdim. Amma mən o dərmanlardan da asılıyam. Çünki mən qan xəstəliklərim var, irsi xəstəliklərim var, mədə altı vəzim çox bukit xəstəyəm. Onlara ac qarnına içdiyimə görə mənim mədəmdə açıbmış, mədəmin selili qışasını, damarlarını partladıbmış, üstünüzə sağlıq. İndi bu gün də burada xəstəxanada verilən yeməkdir. Bax, bu manlıdır. Bax, içində də topa. Mən xəstəxanada, ümumiyyətlə xəstəxanada verilən yeməkdən imtina edirəm, yeməyəcəm. Bu da yumurtadır. Qumarbaz prezidentimiz İlham Əliyev deyir ki, yumurtanın qiyməti qalxsa, toyuqları deyir, qıracam. Bu yumurtanı da saxlayırlar ki, yəni xəstə heç mənim yumurta ümumiyyətlə yemək olmaz. Bu da qara çörək, bu da çayla içməyə, bu da mənşəyə məlum olmayan yağdır, nə yağıdır? Buradan ictimaiyyət nümayəndələrinə də məlumat vermək istəyirəm ki, yəni bunu ictimailəşdirin. Mən aclıq elan edirəm, xəstəxana yeməyindən heç birindən heç nə yeməyəcəm. Paylaşın bunu. Təbib də bilsin, Qumarbaz İlham Əliyev də bilsin, Mama Rozan Mehriban Əliyevə də bilsin. Çünki özləri nələr yeyir, xəstəyə verdiyi yeməyə bax. Dünən burada bir aş vermişdilər, mədə qanaxmasından yatan xəstəyə. Aş elə bil daş idi. O aş deyildi, daş idi. Aşın içində ətlər var idi, ətlər. Elə bil o malın dərisi idi. Dərisini ət maşından çəkib aşa qatmışdılar. Bir qaşıq, 2 qaşıq ağzıma aldım. Elə bil dəri gön idi, gön. O yoluxucu xəstəlikdən ölən heyvanların hamısının əti idi. Yoluxucu xəstəlikdən ölən, qarnında balası brusulyozdan ölən inəklərin ətini hamısını gətirib burada xəstələrə yedirdirlər. Ümumiyyətlə, mən xəstəxanada verilən yeməklərdən imtina edirəm, aclıq elan edirəm. Mənə da heç kəs yemək zad gətirməsin. Mən bu dəqiqə əyğim yeriyir, əyğimdə yeriyən xəstəyəm. İstəyirəm gedəm smetan alam, smetanla çay içəm. Səhər yeməyinə smetan çörək yemək istəyirəm. Bu dəqiqə mən yaxşıyam. Əyğim da yeriyir. Reanimasiyadan da çıxmışam. Bəli, burada da icazə yoxdur xəstəxana gedib dükandan özünə smetan ala bilmək. Mümkün deyil. Cinayət imiş bu. Elə bil terroristdir. Elə bil gedib mən narkotik alıb gətirəcəm bura. Bununla da canlı yayımı bitirirəm. Yəni, buradan da dostlarımı salamlayıram. Məni görən dostlarımı, sevinən dostlarıma qucaq açıram. Qoy düşmənlərim də görsün, köksünü ötürsün. Dostlarım görsün, sevinsin. Amma mən bu xəstəliklə düz 90 il yaşayacağım. Mən daha əvvəlki qoyun ziyafət deyiləm. Çünki mən quzu kimi doğuldum, böyüdüm, boyun oldum. Artıq 3-4 ildir daha mən qoyun deyiləm. Mən yaralı aslanam, yaralı aslan.